Mən bir dialoq var Quranda, onu istəyirəm toxunum ki, orada Allah bir mesaj verir əslində. Deyir, qiyamətin səhnəsidir, pislərlə yaxşılar söhbət edir. O pislər yaxşılara deyir ki, necə oldu, biz eyni dünyada yaşadıq, siz hardasınız, biz hardayıq da. Və Allah bu dialoqu qeyd edir Quran-ı Kərimdə. O yaxşılar bir cavab verirlər, çox maraqlıdır. Deyir ki, siz 5 dənə mərhələdən keçdiniz. Yəni, birdən belə olmamısınız. Deyirlər, nədir o? İcazənizlə orijinaldan qısa deyim. Deyir ki, siz fətəntum ənfusakum ayədir. Deyir, siz birinci pisliklərə bulaşdınız, çirkin işlərə bulaşdınız. Sonra ikinci mərhələdə tərəbbəstum, dayanmadınız. Elə getdiniz pisliyə tərəf. Bir adam bir səhv olur, hərdən dayanır, dönüş eləmək istəyir, dinləyə belə elədim. Siz deyir, yox. Heç düşünmədiniz, düşünməyə vaxt ayırmadınız. Elə pisliyin dalıcan pislik etdiniz. Üçüncü mərhələ çox qəribədir. Deyir, var təbtum, sonra şəklərə, şübhələrə düşdünüz. Sən demə, insanın şəklərə, şübhələrə düşməsi bəzən insanın yaşam tərzidir. Bəzən elə insanlarla oturur, durur, elə həyat tərzi yaşayır ki, etiqadi mövzulara da belə şək şübhə ilə yanaşmağa başlayır. Əqidəsinə də belə şək şübhə ilə yanaşmağa başlayır. Hətta bir müddət sonra bir yerdə ayə çıxmışdı qabağıma, həmən etiqadi əqidəni məsxərə eləyib ələ salır. Gör, hardan gəlir bu insan? Necə olur axı bu? Ayə deyir ki, belə pislik etdi, pisliyin içindən pisliyə daha çox bulaşdı. Ondan sonra şəklərə düşdü, şübhələrə düşdü. Sonra nə baş verdi? Buyurur, qarratkumul əməni. Axı, sonra deyir, başı qarışdı arzulara. Unutmaq istədi bəzi şeyləri. Bəzən insan arzular aləmində yaşayır, real aləmdən qopur, xəyal aləmində yaşayır. Sanki sevir o aləmdə yaşayır. Oradan kimsə onun qoparını çıxmaq istəmir. Sən oradan niyə çıxmaq istəmirsən ki? Gəl real həyatda yaşa da. Allah istəmir bəşər belə yaşasın. Allah deyir, sevmirəm belə insanlar. Hətta Quranda bir ayə dedi, kullə muxtalin fəxur. Sevmirəm elə boş təxəyyül aləmində yaşayan insanları. Niyə orada yaşayırsan ki? Qop, gəl real həyatda yaşa. Deyir ki, 5-ci mərhələ, lap pis mərhələyə keçid etdilər. Qərrəhum billahil qarur. Deyir ki, 5-ci mərhələdə İblis onları Allahla aldatdı. İblis onları Allahla aldatdı. Necə? Dedi, Allah çox rəhimlidir. Allah çox mərhəmətlidir. Bu fikirlə onu aldatdı. Düzdür, Allah mərhəmətlidir, söz bunda deyil ki. Həqiqətən də mərhəmətlidir, amma